üçüncü ya dördüncü video bilmirəm başlayırıq. 13 may 2025. Bu Deutsche Strawberry. Deutsche Strawberry çiçəkləməyə başlayıb. Çox gözəl bir Deutsche'dir. Bundan da artımlarından satışda var. İstəyən olsa yazsın mənə. Belə burada gözəl bir qızıl gül var. Burada piyonlar. Bu bizim Augusta Luiza'mızdır. Bu bizim Pierre de Ransarımızdır. Hələ gözünü Dolce Vita kimi aparır. Böyüyüb sarmaşmır heç yerə. Bu Bukavo'dur. Mənim sevimli Bukavom. Bu Novalis'dir. Artıq çiçək açmağa hazırlaşır və bunu cücülər hamısına üsbət eləmək olmur. Dərmanlamağa, gübrələməyə. Yəni güllər çoxdur, daha həddindən artıq. Bunları bayaq çəkdim deyəsən, bilmirəm, yadımdan çıxıb artıq. Demək, Balov, Beauty, Sarı Bernard. Buranı deyəsən çəkmişəm. Bu bizim sevimli 9 donumuz. Gələr bu sevimli irislərin yanına. Necə də gözəldir. Sən necə də gözəlsin əzizim. Siz də gözəlsiniz, siz də. Bunlar mənim lileniklərimdir. Burada da lileniklər. İnşallah lilenik parada olacaq. Bu Chestrum. Burada da bir Chestrumum var. Və burada da Naçno Chestrum var. Chestrum nöqtə bura ekmişəm. Dibindən qara əvvəli çıxıram, geri çıxaram. Demək belə. Bu hautinyalar belə gözəllik yarada biliblər. Burada sağ olsunlar. Buranı da bir dəfə sizin üçün çəkmişdim. Mənim sevimli xvoynularım. Belə bir kiparislərin altında. O tərəfdəki qonşum evidir. Mən də orada kiparislər, bananlar əkmişəm. Altında da belə bir gözəlliklər. Tuyalar, tiz, qara çöhrə. Bu da tuyanın bir növüdür, maraqlı bir növüdür. Bu fotinyadır. Bunlar bir əzizin göndərdiyi demək yarginalardır. Bunlar balotlu irislərdir. Bu yumşaq yukkadır. 2 ədəd burada belə kollanıblar. Bu isə demək Acer'ın Yaponska Clio'nun bir növüdür. Bu cürə növüdür, yəni qırmızı olmayan belə maraqlı növüdür. Orada Goji var, orada Yasin var, Göyrüş. Belə mənim bura çox xoşladığım bir güşədir. Xvoynular olduğu üçün. Burada bir şartuyan var. Możжевельник, ardıcoluda możжевельник. Bu Tamarix. Orada bizim İtalyan şamımız küsmək üzrədir ki, məni çəkmirsən. Burada kinkanımız var, arımlar. Meyvə qoyurlar artıq. Bu bizim Budleyadır belə. Yolu kəsib. Burada lilyalar. Bu Rafiolefis artıq açıb bitirib öz çiçəyini. Burada demək balotlu hibiskuslar. Bu bizim kokolokomuz. Buradakı çubuşnikimiz də artıq çiçəkləməni yavaş-yavaş bitirmək istəyir. Bu Alkubadır. Bu isə Kalladır. Bəzən məndən soruşurlar il boyu çiçəkli olan güllər hansılardır. Arada pauzaya basıram, təkrar olsa bağışlayın. Mən də düşünmədən onların adını çəkirəm. Biri Matadordur, biri də Keriyadır. Bunlar o güllərdir ki, çiçəksiz vaxtları olmur. Başqa güllər bir dəfə açır və yaxud da dincəlirlər, dalğalı açırlar. Amma Keriya ilə Matador demək olar ki, hər vaxt çiçəkli olur. Bu bizim Blue Night'ımız.
Bizim çinerariyemiz bu 5 dəqiqədə tamamlanır. Kalistemanı da çəkək. Sağollaşaq dostlarla. Gerbera qaldı. Gerberam qaldı və güllər çoxdur. Orada zirinç görünür. Bu bizim sevimli 9 donumuz burada. Çox sağ olun ki, vaxt ayırıb mənim gözəl güllərimə baxdınız. Gözəlliklə tamamlayaq.